Azərbaycandan Vyetnama gələn o məşhur çamadan yenə gəldi. Başladıq. Görək bizim analarımız bizə nə qoyublar. Sezar sosu. Ya bunu özümüz almışıq. Yenə də bizim yarpaqlarımız. 2 butulka, 3 butulka burada var. Sonra nə var? Nə burada? Quru alçam. Quru alçam. Quru alçanı uşaqlar biz, belə bir şeydir. Özümüz quru. Quru alçanı, quru alçanı biz küftəyə zədə qatırıq da, çox babat olur. Bu səfər berqa gətirmişik özümüzə. Burada da bir dənə var berqa. Ay, nədir? Nar şərab gətirmişik. Berqa çayı. Yarpaqlar da gedir özün orada. Bir dənə də nar şərab. Bax, bu sıxarlardan ən qədər gətirmişik. Pərinin xoşladığı bu çubuqlar. Bundan da bir xeyli var. Yarpaq. Biraz da sıxarı. Çiğ köftə eləmək üçün belə bulgurlar. Bulgurlar. 2 dənə tutqu götürmüşük balaca. Bu konfetin adı nədir? Desən sizə halal olsun. Bu dayday çayxanalarında olan qəndqabın içərisində 2 dənə olur. O qəndlərin böhründə belə fırlanır. Bu oşqu konfetlərdən. Bu biraz bahalı konfet. Adı nədir bunun? Mir ağa. Hər halba xoşlayır. Almışıq belə. Ayda uşaqlar. Bu dəhşət bir şey. Ajvar. Bir dənə də burada var. Bir dənəsində dünən axşam yeyib sarmışıq. Bir dənə də berqa çayı. Və bir dənə də Azər çay. Fındıq. Bunu kim verib can? Bunu mənim anam özü fındıqları sındırıb verib. Sən xalam. Ha, xalam bir saçdı. Uşaqlar. Dönər lavaşı. Yarpaq. Bu mənim anamın hazırladığı badımcan yeməyidir uşaqlar. Bilməm, siz tərəfləri deyirlər, badımcan turşusu. Badımcan yeməyi də həm. Burada bir dənə belə, bir dənə də burada var. Bu da eyni şeydir. O qədər qəşəng gedir bunu qəşəng təndir çörəyinə. Bizdə təndir çörəyi yoxdur, amma bunu bitərib əvdəcəyik. Nədir? Bu zoğal mürəbbəsidir. Bir dənə zoğal mürəbbəsi evdə. Soyuqda yemənin dərmən. Bir dənə belə bizim süfrənin pendirli sosunu özümüz almışıq. Çayla içmək üçün fındıqlı lokum. Daha bir dayday çayxanası konfeti. Ayda uşaqlığımız bundan keçib, Allah haqqı. 3 dənə et için. Ha uşaqlar, bu zirin çoxunuz bilirsiniz, bilməyənlər üçün deyim ki, o qədər dadlı bir şeydir. Bunu mənim dostum keçən dəfə piraşka eləmişdi, ət piraşkası. İçinə vurmuşdu, o qədər dadlı eləmişdi. Ona görə biz də aldıq ki, nə vaxtsa eləyərik. Burada yenə nar şərab var. Xeyli nar şərab almışım. Çünki burada yoxdur. Nar şərab var. Sarımsaqlı sos. Yarpaq. Bir dənə də yarpaq. Başqa bir yarpaq. Belə bir arpa şəhriyə. Bir dənə də badımcan yeməyi var uşaqlar. Bir dənə belə biskolata. Bir dənə belə test çayı var. Test içirik. Bir dənə də yarpaq. Amma ən sevdiyim mürəbbələrdən uşaqlar. Marux mürəbbəsi. Sonra bir dənə də sos var. Barbekü sos almışıq. Əsas məsələ diş pastası. Bunlardan burada yoxdur deyə. Dedik biz bunu Bakıdan alaq. 2 dənə splat. 2 dənə də tutqu belə kəmərdə. 3 dənə də adiktor. Kabartma tozu. Bunu bilmirəm niyə almışıq. Limon duzu. Amma aldıq. Dedik lazım olar. Amma ziyanlı bir şeylər can bu. Yox. Ziyanlı deyil. Yanında da qatırlar. Elə sucuk almışıq uşaqlar. Sonra bir dənə də adı yadımdan istəyirəm. Köftəli bulgur. Yarpaq. 2 dənə qatılaşdırılmış və qaynadılmış süd. Böyük plov bulguru. Və bir dənə də sıfarət. Bu qədər.